Biz kişilərə 3 əməl lazımdır. Diqqət, hörmət, bir də qayğı. Əgər bir qadın və bir kişi dünyada son insan olaraq qalsalar, bir qadın bu kişiyə belə əməlləri verməsə, nəticələri göstərməsə, o kişi ömür boyu tək qalar, amma o qadına qalmaz. Məsələ nədədir? Məsələ ondadır ki, biz də insanıq, bizim də qayğıya, bizim də dəyərə, bizim də hörmətə ehtiyacımız var. Əgər bir qadın bunu eləmirsə, artıq o kişi başqa qadında sevgi axtarmağa başlayır. Görür ki, məsələn üçün bir qadın onun üzünə gülür, onunla xoş danışır, onunla xoş münasibətdədirsə, o kişi həmin qadının yanına gedir. Çünki kişiləri bu təbiətdə olan bir şeydir. Allah bizi bu cür yaradıb. Siz nə qadına nə cür siz zərifsiz, siz diqqətinizi çəkirik, siz nazınızı çəkirik, sizin dəyərinizi qayğısına qalırıqsa, bizə də kişilər baba lazımdır. Əgər bir qadın bunu eləmirsə, onda o kişidən sevgi gözləməsin. Gec və yaxud da tez o kişi o qadına ayrılacaq. Çünki kişi robot deyil. Yəni hansı bir əşya deyil, ürəyi olan bir məxluqdur, varlıqdır. Allah bunu bu cürə yaradıb. Həm kişilərə, həm də qadınlara hörmət, dəyər lazımdır. Əgər bir kişi və yaxud da bir qadın bunu eləmirsə, gec-tez o insan onun həyatına gələcək. Allah bütün insanları qəlblə gizli sevib və inşallah gələcəkdə ailə həyatı qurmağa nəsib eləsin.